Ürəyimdə söz var onu deyəcəm. Bax, birincisi 20 manata, bax bu qədər şeylər verirəm. Bax, 2 çiftə tarça ətlə özdə bax, belə qəşəng böğründə əti ilə, sümüklüsü ilə. Bir dənə belə dobro belə bir şey, bir dənə bundan, bir dənə bundan. Bax, şimdi belə. İkincisi 20 gündür ki burada yox idim da. Videoları paylaşanda o qədər yeməklərimin üstündə axmışdım. Allah şahid ki, bu dəqiqə reklama görə buna soxulmuram da. Yəni bax o dərəcədə də axmışam. Qurban olaram öz mətbəximizə, yəni Azərbaycan milli mətbəxinə, yəni həqiqətən də yoxdur. Hər bir kəsi çiftədir. Saat axşam 6-ya qədər, 18:00-a qədər bu kampaniyanı eləyirəm 20 manata. Bir də 18:00-a qədər də 1 manata qoyuram xəngəli. Ondan sonra dəhşətli dərəcədə setlərlə gəlmişəm. O qədər beynim svejləşib, o qədər güclü kampaniyalara gələcəm. İndi biləcəksiniz. Bir dənə xahişimdə üzrlə hesab edirəm, bu haqqınızı halal eləyin ki, daha belə hər dəfə göz qabağında yeyirəm. Amma da çox darıxmışam da həqiqətən deyirəm. Bir də bəzi adamlar video çəkir ki, qaqamda bahaçılıq nədir? Problem yoxdur. Biri yazır ki, 3 manata çiftə, hər yerdə 3 manatlı çiftə. Valla mən 3 manatlı çiftə verə bilmərəm. Yəni o 5 manat, 6 manata da verə bilmərəm. Yəni gəlsin ağıllı bir adam bunun çəksin. Əti 12 manatlığı vurmuram, 5 qarın inəkdən doğmuş ətdən vurmuram. Hamı bilir ki, mən inəyə hardan alıram, dananı hardan alıram. 140 kilo, 150 kilo erkək danadır. Problem yoxdur. Deyirsiniz ya 6 manata, 7 manata, 1 manata çiftə. Ondan deyilirəm, adlı elini onu aksiyon kimi qoyaram belə. Yəni baxarsınız, sonra bundan istəsiniz yersiniz. Sırf mədəsinə hörmət edən qardaşları dəvət edirəm, bura yeyib içmək. Hər bir kəsi gözləri iləsin, kafesi. Çox darıxmışam yemək üçün həqiqətən. Buna bax.